Share. Okay. Return, rejoin. Qayıtdım. Ekran açaq, entire screen. Görürsünüz yenə. Hələ. Söndürürəm. İndi print stack trace bizə də yəni xətanı göstər birbaşa, qırmızı göstər. Necə? Yo, onun içində çox şey var. Bir yoxlayaq hamısını bax. Dəyərini deyirəm daxil elə, yazır bunu. Birbaşa müştəriyə xətanı qaytarırsan. Print stack trace mənası demək ki, yəni Java-nın qaytardığı qırmızı xətanı müştəriyə çıxart. Gəl baxaq görə. Sətri göstərir. Hansı? Ən aşağıda customer.java. Yes. Deyir customer klassında 36-cı sətirdə xəta baş verib. Harda? Burada. İndi burada. Müştəri dəyər daxil etdiyi yerdə. İndi general dediyinə baxaq. Məsələn, burada komment alaq. Görək X-in içində nələr var. Məsələn, nələr var burada? Getdə get cause var, get suppressed var, get localized message var. Get cause-a basaq. Məsələn, baxaq. Nə qaytarır geriyə? Geriyə məsələn throwable qaytarır. Deməli, bu nəyin içində vermək lazımdır? Sistemə output. Aydın oldu nəyə görə? Nə deyir? Bu to call throwable argument get cause to call. Okay, neysə. Yoxlayaq belə. Girək bura. Yenidən belə bir dənə də nə verir? Null verir. Bu da cause null qaytarır. Okay. Yəni bu Java-nın handle elədiyi tərəflər. Bizə null sərf eləmir də, yəni null cavabını almır. Yox, bizə müştəriyə sərf eləmir. Bizə heç fərqi yox. Okay, bu nə qaytarır? Stack trace element. Yəni çünki Java-nın bir tərəfində öz əslində cavabı əslində handle eləməlidir. Ən azından müştəri deyər, o qırmızı göstərdiyini bizim dildə göstərməlidir. Okay. Görürsünüz. Bu da şeyi göstərir, yaddaş yerini göstərir. Klass olaraq. Aha. CRM olaraq heç bir şirkət istəməz ki, CRM-in işini artırsın. Okay. Şirkət deməyim də belə banklar falan. Belli banklar da olsun, şirkətlər olsun. Yəni CRM-in işini artırmamaq baxımından ora null yazsın, heç kim çıxartmasın. Tam istəyir ki, orada yəni trackage olsun, cavab qayıtsın müştəri. Okay. O friendly mesaj dediyimiz. Yəqin ki, ona görə istifadə eləməzlər bunu. Yox, bu Java-nın qaytardığı mesajı sən nə vaxt istifadə edərsən? Sən ancaq texnik tərəfdə istifadə. Java-nın qaytardığı mesajı yoxdur, nullu sən ancaq texnik tərəfdə istifadə edərsən. Bir də ki, sən trackage-in içində. Bax, sizə bir şey deyim də. Bunu yazarsan ki, müştəriyə çıxsın. Bax, bunu. Düz daxil et. Bunu yazarsan ki, müştəriyə çıxsın. Amma bunu yazarsan ki, sənin loquna düşsün. Özünüz üçün yazdığınız layihə müştəri üçün. Bu sənin layihə loquna düşəcək. Amma bu da sən gəlib müştəriyə çıxacaq. Okay? Müştəri bunu görəcək. Amma müştəri zaten bu pop-up'da görəndə bu müştəri görməyəcək. Bunun arxa planında biz loqlayacaq. Okay? Loqonun mənası nə idi? SL4G burada olar mı deyə. Əslində Spring açmamışıq deyə SL4G gəlməyəcək deyə düşünürəm. Yox. Spring açmamışıq, ona görə gəlməyəcək. Spring App-in içində Lombokdan gəlir, səhv eləmirəmsə, SL4G. Okay, bu mən əsasında budur. Amma bayaq dediyim temaya gəldikdə mən əslində nəyi göstərmək istəyirdim, onu deyirəm. Bayaq göstərmək istədiyim, bayaq exception içən girdim. Exception nədir bir? Klassdır da. Yes. İndi gəl bunun altına baxaq. Mənə işirsən, yaxşı. Exception gəl baxaq. Okay. Mən nəyə girəm? Bir dənə. Mən bir dənə exception adlayayım. Olsun. Import mismatch exception. Neyse yazmadım. Obyektin exception içindədir. Gəlin bir bazı detala girim sizlə, maraqlı olsun. Bax. Java lang var, düzdür. Gəlin onu axtaraq görək harada. Java lang. Bunu sırf maraqlı olsun deyə deyirəm. Mövzu qəlizləşmə dərdim yoxdur. Var mı burada? Görürsünüz Java langı. Görə bilmirəm.
hansı sıradadır o şey? Burada görmürəm. Bundan sonra işləyəm. Burada yoxdur olmasına. Dəqiqə. Burada deyil. İndi importdan birbaşa içine girək Java Lang'a. Lang'a girdim. Bax buradaymış. Hə, hardaymış? Java Base içine girdim. Base'in içində Lang var. İndi hara getdi? Allah. Java nöqtə Lang görürsünüz. Lang'a girdim. Yeni bir axtaraq. Mən bir şey göstərib çıxacağam. Ha, orada sildirmək kimi dərdim yoxdur heç kimi. Okay. Bax girdim. Bax bizdə nə var Java'da? Exception deyilən bir şey var, düzdür? Bax bizdə runtime exception var. Sonra exceptionların növlərini göstərib çıxacağam. Number format exception var. No such method exception var. Cürbəcür exceptionlar var. No such field exception var. Yəni nə qədər axırında exception yazılır, bilin ki, hamısı hardan miras alır? Exception'dan. Birinci exception sonra bu. Yəni bütün number format exception, input mismatch exception, nə bilmək, array index out of bounds exception hamısı gedib bir yerə dayanır. İndi gəlin birincisinə girək. Bax null pointer exception. Girdim bura. Gelir hardan alır? Runtime exception. Runtime-da içinə girirəm. Bu hardan gelir alır? Exception-dan. Gördünüz? Dirəndiyi yer hara oldu? Exception. Yəni gedib başqa number format exception girək məsələn indi. Number format exception bir nədir? Illegal argument exception. Yaxşı, bunun özü bir nədir? Runtime exception. Runtime-da özü bir nədir? Exception. Yəni dərdim odur ki, bütün aldığımız exceptionların hamısının ana səhifəsi exception olduğu üçün biz polimorfizm keçəndə əslində məntiqini tutmalıyıq ki, ona görə bizim bu dəqiqə ən üst klassımız vehicle-dır. Çünki biz nə vaxtsa bizə lazım olsa ki, number formatı olsun, illegal argument olsun, bir dənə exception göndərib işlədirdik bayaqdan. Gördünüz, detallı ad verməyə ehtiyac yox. Anlaşıldı? Nə görə əslində deyirəm? İndi mən nə vaxtsa ki, vehicle-ın altında olan, bu gün 5 dənə klassım varsa, 1000 dənə ola bilər. Durub hamısını 1000 dənəsini kəç-kəç yazmayacaqsınız ki. Bir dənə vehicle verirəm, hamısı gələr də, düz deyil. Hamısına bir dənə yerdə polimorfizm istifadə edir. Mən deyirəm, sizə o göndərirsiniz, o maskası altında hamısını göndərirsiniz. Mən vehicle verir, vehicle maskası altında bütün klassları göndərə biləcəm. Bike-da, scooter-da, yəni vehicle məntiqində nə işləyirsə göndərə biləcəm. Qatarın özü də bir nəqliyyat vasitəsidir. İndi gəlirəm bu məntiqə, yığışdırıram mövzunu. Bura gələndə bayaqdan görsə exception göndərirəm. Bütün xətaları, hər Allahın xətasını tutur. Input mismatch-i tutdu. Index out of bounds-u tutdu. İndi bir dənə də index out of bounds. Hə. İndi bir dənə də bunu da göstərim sizə. Int number bərabərdir. Nə olsun burada? Bu sintaksi belə idimi? Sintaks ən bərbad yerində. New int belə idimi yoxsa necə? Int. Mən bu köhnə əreylərlə heç bir param yox. Belə. Okay. Və indi gəlib düşürəm bura. Bayaqdan hansı xətanı alıram? Bir dənə hələ baxaq. Bayaqdan aldım. Sevdiği xətalardan. Və indi köhnə xətadayım hələ bax. Input mismatch exception alırıq da birazdan düz daxil et. Ay yox, biz try catch vermişik. Try catch da verməyəcəm. Try catch verməyəcəm. Bax heç nə vermirəm də. Direkt müştəridən aldığım dəyəri çapa verəcəm. Nə alıram? Nədir? Input mismatch. Düzdür? İndi də başqa xəta alacağam. İndi deyirəm ki, imini number'ın içindəki 15-ci dəyəri gətir. Number'da 7-də 15 dənə şey yoxdur, axı cəmi 5 dənə şey, 4 dənə şey saxlayır. İndi alacağım index out of bounds exception. Hayda, bir yenə bir şey istəyir. İstəmədən, nə olur? İstəmədən işte. İndi run edən kimi deyəcək index out of bounds exception bax. Yəni indi deyir ki, index out of bounds exception. Yəni bunun hamısı bir nədir? Hamısı bir exception'dır. İndi o mən qarşısını almaq üçün nə yazdım burada? Mən Java'ya dedim ki, ay Java bax. İkisini də indi komment al. Exception gələcək. Sənin xəbərin olsun. Hamısı exception tanışlarıdır. Burax içəri. Narahat olma, ad verməyə ehtiyac yox. Ona görə nə vermişəm bura? Yes. Hard exception oldu. Zaten deyirəm bunun bağları da, yəni burax içəri getsin. System out. Exception. Bir şey soracağım. Trackes'in if-else'in oxşarlığı var da onda burada. Necə? Var hə. Məntiqinə var. Sadəcə olaraq if-else
bir xətanı tutmur. If else condition yoxdur. Condition xəta demək deyil. Müştərinin yaşı 18-dən aşırsa onun xətası deyil. O sadəcə olaraq yaş çatmır. Okay. Buraya yazdım nə? Exception. Yəni bu dəqiqə bunu da açsam işləyəcək, o birisini də açsam işləyəcək. Və açdım bunu. Müştəri yazsın bunu. Yenə də müştəriyə düzəlt deyəcəm. Ya da bunu bağlayım. Bunu indi elə bir ki, bu deyil. İndi bunu bağlayım altdakını açım. Index out of bounds daxı bu. Exception 10 da tutacaq hal-hazırda. Hamısının öhdəsindən gələcək. Məsələn deyir düzəlt qalxan kimi gördün. Çünki o dəyər verilmir. Yes. Birbaşa set edirəm də index out of bounds. Deyirəm ki, mən bunu ver. Yəni bu yetim hər şeyin altından çıxa bilər. Amma mən buraya yazsaydım input mismatch exception yazsaydım. Orada biz out of bound alırıq. Niyə də ki almayaq? Çünki input mismatch'ın içinə girək. Bu hardan yeyib şey eləyir? No such element. Bu da runtime. Biz burada yolculuğumuz boyunca index out of bounds exception gördük. Deməli qohumluğu yoxdur da. Deməli xətanı handle edə bilməyəcək. Okay. Bunu run etsəm nə olacaq? Mən xətanı gördüm. Çünki deyir abla mən onun altdan çıxamıram da. Yəni sən mənə detalla gəlmə. İndi gəlirik bir neçə kəsin yazmaq məntiqinə. Bir dənə də kəs yazıram. Burada yazacağam ki illegal argument. Bu da riyazi bir xətadır. Okay, illegal argument exception. Burada verəcəm ki, riyazi xəta. Bir dənə də yoxlayım. Görün bəlkə indi tuta bilir, tutamayacaq halbuki. Bir dənə də yoxlayıram. Yox, tutanmadı. Çünki o runtime exception. Yes. Bir dənə də ataq. No such field, no such element exception. Bunu tuta bilərmi? No field error. Deyəsən var idi. Yes. Mənə amma olmayan lazımdır da. Exception. Nə var başqa burada exception? Class not found exception. Bu da başqa dərddir. Class. Bunu da yoxlayım, sonra əl çəkirəm. Class tapılmadı. Nə deyir bu? Delete catch for is thrown in the corresponding try block exception. Class is never thrown in the corresponding. Okay, deyir, yəni bunu deyir, bunu. Try catch'in içində atamazsın deyir. Okay. File not found exception da var. Ha. File not found exception da var. FL. Buna nə deyir? Is never thrown in the corresponding try. Bu birisi nə deyir? Deyirsən bu file not found vermişsən, amma heç bir yerdə file not found error atmamısan ki, mən tutum. Məsələn, nəsə atsan ki, gəlin yoxlayaq da. Throw new file not found exception. Və getdi. Deyirsən file not found exception at ki, mən tutum. Yəni bəzilərini ağıllı şəkildə gözləyir. Deyir, atmamışam, mən onu niyə tutum? Okay. Atdım, həqiqətən tutdu. Amma onu atmayanda deyir ki, sən onu atmırsansa məni niyə çağırsan? Bir ki, yarım yamalaq bir şey yazdığımızı düşünür. Bir də ki, bu qədər bəsdir məncə. Başqa nədir? Number format exception yazaq bir dənə də. Çox bəsdir. Bu nədir? Biz already tutmuşam onu. Illegal. Number format tutmamışam axı. Deyir ki, number has already been called. Bunun içində tutub onu da illegal argument exception ya da input mismatch ikisinin içində tutub. İndi əmin ol hansında tutub. Birinci bunu silək. Bunda deyil. Sonra bunu silək. Deməli bununla tuturmuş. Illegal həmçinin number formatı əhatə edirmiş. Okay. Dərini niyə inirəm? Bəzən yazdığımız tam olaraq anlayaq deyə. Nəysə, input mismatchdan keçdi. Bundan keçdi, bundan keçdi. Nəticə olaraq mən nə aldım hal-hazırda? Run edib yenə də nəyi alıram? Qırmızı xətanı alıram. Qırmızı xətanı. Bu istədiyim məndən nədir? Index out of bounds exception. Okay. İndi bir dənə də yazaq tam istədiyini. Index out of bounds exception. EOX. System EOX. Ucu, Məsələn, dərdini verdik deyə, ucu xəta vermir. Görücü OK verir. Yəni, burada təbii ki, mən... Burada bizə açıqlayır da, özü ki, 15-ci yes. Şey yoxdur, 4-ün. Get yazıram, birazdan seçdik. Get. Deyirəm indeks xətası. Okay, exception mənası odur ki, və sual verilirsə exception ki, nə mənada yazılır? Exception həmişə try catch-in ən axırında həmişə yazılır. Mənası nədir? Demək olar həmişə yazılır. Mənası odur ki, yazıram, okay. Birdən buna düşməsə, birdən buna, işdə bəlkə heç birinə düşmədi. Müştəri elə bir ki, çayların əzbəri bilmirəm, girib baxmaq olar. Onu necə demək olar?
De. Bu kadar exception var. Nelerdir burada? Ben bir şey tuttum. O bayaq dedim getməsə. Exception oldu, tam da səhvlər vermir. Amma bayaq o şey verdi, axırıncı şərti. Ha. Onda səhvlər xətanı göstərdi. Ha, o bizə nə? Burasının özündə olan xətanı verdi, daha səhv şey oldu. Məncə bizə nə görə oldu? Mən bayaqda mən get message yazıram. Amma burada mən birbaşa nə verdim? Belə verdim. Bildin necə? Get message vermədim. Gəl yoxlayaq indi sən, ola da bilər. Və düşürəm bura. Bura düşmürdü bayaq. Mən belə yazdım axı bayaq, düzdürmü? Mən belə yazdım da. Avtomatik mənə adresini göstərirdi. Adresini göstərir. İndi e.get message verək. İndi null qaytarmalıdır əslində. İndi də null qaytarmalıdır. Aldırıram əpəyi. İndi qaytarıram əlinə. Index adı password denkdir. Deməli burada nə olub? Handle olub işdən. Yes. Deməli burada bunun içində handle olub. Bəs bunun içində yoxlayaq onda bir dəqiqə. Index auto bounce exception. İndi yoxlayacağam bir dənə də. Belə bu necə handle edir? Yes, bunu handle edir. Amma bayaq nəyi handle eləmirdi? Hansı da handle edə bilmədik? Yadımdan çıxdı. Hansında null qaytarırdı bayaqdan? Bunlardaydı ha. Okay, exception atdım. Hə, o mənasını tutdum. O mənasını pis nə görə qaytarırdı? O silirəm. Burada get message verəndə zaten mesajı qaytaran bir metod onun içində handle olunub deyə. Ona görə bizə mesajı qaytarır. Amma mən burada öz yaratdığım CVV number tapmır deyə. Mən də onu öz klassım içində handle eləməmişəm. Direkt verim exception. Exception deyir ki, CVV number tapmamısan, mən nə qaytarım sənə? Yes. Yalan bu. Yes. Bu. Bir dənə də ən son case olaraq burada göstərə bilərəm. Index auto bounce-un yerində yenə dediyim kimi exception yazsaz bu nə deməkdir? Buna da düşmədi. Bu da deyil. Bu da deyil. Heç olmasa yəni 100% bu da. Çünki bunu da ehtimalı buraxsaz müştəriyə bir xəta göndərə bilər ki, sizin ağlınızdan çıxa bilər, amma müştəri ola bilər xəta göndərdi. O handle etməsəz müştəriyə qırmızı qayıdacaq. Orada hal-hazırda var ya, cidden elə bir istifadə olan bir şey var. Müştəriden hər şey gözləmək olar prinsipindən. Müştəri hər şey gözləmir, amma müştəri çox cavan kodundan qırağa xəta ata bilməz. Zaten müştəri sənin texniki yöndən qırağa xəta ata bilməz. Error bilsən nədir? Exception demək ki, müştəridən gələn bir şey. Error demək ki, sayt səviyyəsində çöküntü. Artıq mənim kodumda error olmadı. Həmən səhv edə bilərəm ki, müştəriden qaynaqlanmasın. Sənin kodunda səhv ola bilər. Daha sonra sənin podun var da, ayağa qalxıb, məsələn, app'in işləyir. Pod çökə bilər, yükləmə çox ola bilər. O nə demək? Error deməkdir. Error nə deməkdir? Stak olur, qırılır, dayanır. Sistem ümumiyyətlə işləmir. Exception olur ki, məsələn, Z-ni atar işləməz, mən düz atarım işləyər. Error olur ki, heç kimdə işləmir. Belə. Mən bir dənə telefon cavab verim. Edirlər yəni, əslində bu qədər idi exception-lar. Giriş, bu giriş idi raketçə. Bunu detallı izah edəcəm. Alo. Bəli.